Həzrəti Hüseyn İbni Əlinin Mina xutbəsi. Öz gözlərinizlə Allahın qanunlarının pozulduğunu görür, amma şiddətlə fəryad etmirsiniz. Lakin atalarınızın hər hansı bir əhd peymanı tapdalansaydı, özünüzdən çıxardınız. Halbuki Peyğəmbərin əhd peymanı alçaldılır. Körlər, lallar və şikəstlər şəhərlərdə başlı başına qalıblar. Onlara rəhm olunmur. Siz isə nə məqamınıza uyğun addım atırsınız, nə də yardım istəyənlərə köməklik edirsiniz. Zalimlarla saziş və anlaşma ilə özünüzə əmin amanlıq yaradırsınız. Zalimları bu işdə sizə hakim edən səbəb, siz alimlərin ölümdən qorxmağı və sizdən ayrılacaq dünya həyatına könül bağlamağınızdır. Siz zəifləri onlara təslim etdiniz. Bunun nəticəsində onların bəziləri zavallı kölə, bəzilərini isə məişət məsələlərində sındıraraq zavallı hala saldılar. O zalimlar şər insanların ardınca getməklə cəbbar olan Allaha qarşı çıxmağa cürətlənərək ölkəni ürəkləri istədikləri kimi alt-üst edir. Nəfsani istəklərinə uyaraq xarlıq və rüsvayçılıq yaradırlar. Onların hər şəhərin minbərlərində mahir xətibləri vardır. Məmləkət müdafiəsiz şəkildə o zalimların tatdağı altındadır. İstədikləri işi görməkdə ixtiyar sahibidirlər. Xalq da onların kürəsinə çevrilib və özlərini müdafiə edəcək gücləri qalmamışdır. Onların bəziləri qəddar, üsyankar və zəiflərə qarşı amansızdırlar. Bəziləri də Allaha və qiyamətə imanları olmayan güc sahibləridirlər.